səhvə 103 izah edirəm. 12-ci tapşırıq. Deyir, cədvələ uyğun 5 uşağın meşədə yığdıqları moruq haqqında məlumat verilmişdir. Oğlanlar yoxsa qızlar daha çox moruq yığıb? Baxaq. Aygün 13-dür yazıram. Aygün 13. Rauf. Qızları yazaq əvvəlcə. Aysel də yazam. Aysel 13. Ləman 17. Bu tərəfdən də Rauf 11. Əli 16. Baxaq. Düzdürmü? İndi deyir ki, oğlanlar yoxsa qızlar. Gəlin qızları tapağın. Bununla bu topladıq 30. Üzərinə də 13 gələm 43. Bunları toplayanda nə edir? 27. 11-dən 16, 27. 27. İndi nə deyir uşaqlar? Hansı daha çox yığmışdır? Qızlar. Birinciyə yazırsınız qızlar. İkinciyə baxırıq. Aygün 50-dən daha çox moruq yığmışdır, yoxsa Raul Ləmandan? Gəlin Aygünlə Əliyə baxaq. Müqayisə eləyək. Aygün bir də Əli. Hansı daha çox mühüm? Əli daha çox. Baxın. Aygün 13-dür, Əli də 16-dır. Əli 16, Aygün 13. Hansı daha çoxdur? Daha çox 16 olanın adı nədir? Əli. Raul yoxsa Ləman daha çox? Rauldur, Raufdur. Burada səhv yazıb uşaqlar. Burada Rauf yazıb, burada Raul. Rauf 11-dir. 11-i düz yazın. İndi deyir ki, Raul yoxsa Ləman daha çox yığıb? Rauf yoxsa Ləman? Yazıram. Rauf 11, Ləman 17. Daha çox Ləman. Ləman yığıb. Keçirəm 13-cü tapşırığa. Bazar ertəsi 55, çərşənbə axşamı 40, çərşənbə 70, azdan çoxa sıralayın. Azımız hansıdır burada? 40 olandır. Baxın, daha az nədir? 40-dır. Yəni, çərşənbə axşamı. Sonra gəlir 45, cümə axşamı. Sonra 50 olan cümə, sonra 55 olan bazar ertəsi, 60 olan bazar, bu başlarına yazın 40, 45, 50, 55, bazar 60, şənbə 65, çərşənbə 70. On dördüncü tapşırıq. Bir həftə, mart ayının bir həftəsi üçün hava temperaturunun dəyişməz xətti dairəvi diaqramlarda göstərilir. Baxırıq. Hansı təsvirdə havanın temperaturu günlər üzrə dəyişməsini daha çox yaxşı göstərmək olar?
Uşaqlar müqayisə edəcəyim. Hansı təsvirdə havanın temperaturu günlər üzrə dəyişməsini izah edəcəyik. Çərşənbə 33-4. Cümə axşamı 33-5. Cümə 33-6. Şənbə 33-6. Bazar 33-5'dir. Görmürəm. 33'də bazar ertəsi 33'də 3. Çərşənbə axşamı 33'də 4. İndi deyir ki, havanın temperaturu günlər üzrə dəyişməsini daha yaxşı göstərmək olar. Hansı təsvirdə havanın temperaturunun günlər üzrə dəyişməsini daha yaxşı göstərmək olar? Əvvəlcə ikincidə daha yaxşı göstərmək olar. Baxın, bazar ertəsi 6'dır. Baxın, bura 6'dır. Bazar ertəsi ikinci təsvir. Buna yazıram ikinci təsvir. Hansı təsvirdə günlər üzrə hava temperaturunun dəyişməsini müqayisə etmək daha əlverişlidir? Hansında müqayisə etmək daha əlverişlidir? Əvvəl ikincidə, o da ikincidə. Hansı? Baxırıq. Bazar ertəsi.